Esselamu Aleyküm izləyicilər. Bu video dəstə H hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 6-cı hərfi H hərfidir. Bu hərf boğazın ortası tam sıxılaraq və hava axınının sıxıntılı formasında tələffüz edilir. Azərbaycan dilində bu səsin qarşılığı yoxdur və H səsinin sıxılmış və incə formasıdır. Səslənməsinə nəzər salaq. H. H. Xatırladaq ki, bəzi insanlar bu hərfi səsləndirərkən Azərbaycan dilində olan H səsi kimi tələffüz edir. Yəni H, yəni şəklində H. Amma bu yanlışdır. Mütləq boğaz sıxılaraq tələffüz edilməlidir. Yəni tam da aşırıya da gedilməməlidir. Bir qədər müəyyən qədər sıxılmalıdır. H. H. Ekranda H hərfinin müstəqil kəlmənin əvvəlində, ortasında və sonunda yazış formalarını görürsünüz. Gəlin praktiki olaraq həyata keçirək. İlk öncə müstəqil formasına nəzər salaq. Bu hərf bundan öncə keçdiyimiz cim hərfinin yazılışı kimi yazılır. Sadəcə nöqtə işarəsi olmayacaq. Deməli, başlayırıq. Düz xətt çəkdik və yarım dairə formasında vururuq. Yəni cim hərfində bunun ortasında nöqtə qoyuruq. Burada yəni nöqtə işarəsi yoxdur. Bir daha yazıram. İndi isə gəlin kəlmənin əvvəlində yazışını yazaq. Deməli, yenə eyni ilə cim hərfində olduğu kimi yazacağıq. Lakin nöqtə işarəsi olmayacaq. Kəlmənin ortasında yazışı iki cürdür. Belə ki, kəlmənin əvvəlində olan yazışı yazırıq və sol tərəfdən, daha doğrusu sağ tərəfdən çıxıntı qoyuruq ki, yəni müəyyən bir hərfə birləşsin. Və ya ikinci yazışı isə belədir. Hansı ki, burada özündən əvvəl bu hissədə başqa bir hərfə birləşir və təbii ki, özündən sonra da birləşə bilir. Kəlmənin sonunda yazışı isə müstəqil formanı yazırıq və sağ tərəfdən çıxıntı qoyacağıq birləşməsi üçün. Bu formada. Və siz də bu hərfin müxtəlif yazışlarını ən azı hərəsindən bir sətr yazaraq praktika edin. Bu qədər. Esselamu Aleyküm.